Kənd ərazisindəki heyvanlara hücum edir. Canlı vəhşilərin əlindən xilas edə bilməyənlər onların qurbanına çevrilir. Son bir neçə gündə canavarlar kənddə 4 başdan artıq mal qaranı parçalayıb, bir neçəsini isə yaralayıb. Onun leşi qalmışdı, öldürüb qalmışdı. Bax, görürük ki, qovalıyıb canavar. Ayağı da elə ki, yarıdan aşağı bir kəsilmişdi. 3 aydır malcı eləyirik, qapıdadır. Kənd cəmaatı bildirir ki, vəhşi heyvanları öldürməyə də qoymurlar. Məsələdən aidiyyatı qurumlar xəbərdar olsa da sakinlərin dərdlərinə çarə tapa bilmirlər. Nəzarətdə saxladığımız müddətdə quduzluq xəstəliyi əgər aşkar olunmubsa, o həmin heyvanlarda olmur. Əgər aşkar olunarsa, məhv edirik. Yox, aşkar olunmursa, onu müalicə edirik antibiotiklərlə. Sakinlərin sözlərinə görə il ərzində canavarlar Cülyan kəndə 50 başdan artıq heyvanı parçalayıb, bir o qədərinə də xəsarət yetirib. Kərəm Ələsgərov, Samir Cəbiyev, Son Xəbər İsmayıllı. Bu yay ən çox turist şimal rayonlarımıza tutub. Turizm mövsümünün başa çatmasına baxmayaraq bu zonada yenə də turistlərə rast gəlinir. Mədəniyyət və Turizm Nazirliyi